Salam, hər vaxtınız xeyir. Mən bu günlər danışmaq istəyirəm sizə Word açılanda qarşımıza gələn ilkin pəncərə haqqında ilkin anlayışları danışmaq istəyirəm. Birinci qeyd etmək istəyirəm sənədin adını və istifadə olunan proqram. Bu bütün ofis proqramlarında belədir ki, sənədin adı başlıq sətrində yerləşir və gördüyünüz kimi dokument 1 və boşluq qoyub Word yazıb. Yəni bütün ofis proqramlarında sənədə verdiyimiz ad yuxarıda başlıq hissədə mərkəzdə yerləşir. İstəyir mənim ona verdiyim ad olsun, istəyir proqramın standart mənə qeyd etdiyi ad olsun, burada görsənir. Əgər ki, mən yaratdığım sənədin adına, məsələn, ərizə demişəmsə, burada ərizə və istifadə olunan proqramın adını görəcəm. Və yaxud da ki, standart açılan pəncərədə ilkin sənədin adı da deyilir, susmaya görə sənədin adı da deyilir, dokument 1 və Word kimi qeyd olunur. Cəld müraciət alətləri paneli var. Adından da məlumdur ki, cəld müraciət üçün istifadə olunur. Cəld müraciət yazdığım, yaratdığım sənəddə cəld yadda saxlamaq istəyirəmsə, kəsib kopyalamaq istəyirəmsə, başqa sənəd açmaq istəyirəmsə, burada qeyd olunub. Yanındakı üçbucaq mənə belə bir dialoq pəncərəsini aktiv edir. Aktiv etdiyi dialoq pəncərəsində mənim əlimin altında hansı əmrləri ora daxil etmək istəyirəmsə, burada görsənir. More commands isə mənə daha çox əlavə edə biləcəyim pəncərələrin, əmrlərin dialoq pəncərəsini aktiv edir. Məsələn, mən buradan open'ı çıxartmaq istəyirəmsə, seçib remove deyəcəm. Deyirəm ki, məsələn, şərh əlavə etməyi silmək istəyirəmsə, seçib add deyib əlavə etmiş olacam. Yəni, cəld müraciət adından da məlumdur ki, cəld müraciət zamanı sənəddə istifadə olunan əmrləri burada gətirib yerləşdirə bilirik. Və danışmaq istəyirəm sizə pəncərəni idarə etmə düymələrində və bütün proqramlarda biz bunu görürük. Birinci minimize'dır, yəni bu çıx işarəsi ilə göstərilmiş pəncərəni göndərir tapşırıqlar sətrinə. Bura bizim tapşırıqlar sətrimiz adlanır. Aktiv proqram boz sətirdə boz sahədə tapşırıqlar sətrində görsün sahəsi bozdur. Yəni hal-hazırda aktiv proqramdır. Üstünə gəlib bir dəfə klik eləməyim kifayətdir. İkinci, bir ekran boyu kiçildəcək. Düymənin adı belədir. Bir ekran boyu böyüdəcək və X isə mənə proqramdan çıxışı təmin edir. Klaviatura qısa yolu F4-dür. Əmrin adı close'dur. Yəni mən bunu vursam, proqramdan çıxışı təmin edəcəm. Gələk yenə açaq Word-ü. Blank dokument seçirəm. Gəldi belə yanıb sönən element kursordur. Bu düz xətt isə mouse'un göstəricisidir. Sətirlər üzərində əmrləri daha rahat sətir seçə bilim, simvol seçə bilim, mətin qeyd edə bilim. İşçi sahədə düz xətt formasındadır. Əmrlərin üzərinə gəldikdə isə mouse'un göstəricisi olur ox forması. İşçi vərəqimizin adı, bu gördüyümüz ağ sahə işçi vərəqimizin adıdır. Boz sahə isə proqram hissəsidir. İşçi vərəqimizin adı A4-dür. Biz bunu gələcəkdə ölçülərini dəyişə biləcəyik. İşçi vərəqə aid olan element onun idarə etmə düyməsidir, görürsünüzmü? Kursordur, yanıb sönən elementi və işçi vərəqin xəttkeşləridir. İşçi vərəqin xəttkeşi iki tipi var. Bir şaquli formada və bir də ki, yuxarı hissədə görsənən üfüqi formada. Nə üçün istifadə oluna bilər? Kənar boşluqlarını təyin etmək üçün istifadə edə bilərəm bu xəttkeşdən. Birinci sətrin başlanğıc abzasını qeyd edə bilərəm. Aşağı yuxarı boşluğunu təyin etmək üçün qeyd edə bilərəm. Yəni ki, bunun üçün abzasları sürüşdürmək üçün hər bir bu xəttkeş elementindən istifadə edib kursorun yerini də dəyişə bilərəm. Abzasları sağa sola sürüşdürə də bilirəm. Birinci abzasın başlanğıc nöqtəsini təyin edə bilərəm. Və bu düymə vasitəsilə işçi vərəqimdə hərəkət edə bilərəm. İşçi vərəqimi aşağı yuxarı doğru hərəkət elətdirə bilirəm. Yeni sətrə keçid etmək üçün, məsələn, yazmışam simvol, hər hansı bir söz. Yeni sətrə keçid etmək üçün enter düyməsindən istifadə edib yeni sətrə keçmiş olacam. Gəlmək istəyirəm işçi vərəqin vəziyyət sətrinin aşağısında gördüyümüz bu elementlər və buradakı elementlər. İşçi vərəqin vəziyyət sətrində göstərir ki, page 1 of 1, yəni mənə deyir ki, sənəd bir səhifədən ibarətdir. Kursor birinci səhifədə dayanıb. Mən bunun üzərinə bir dəfə klik vursam, mənə axtarış pəncərəsini aktiv edəcək.
Bir dənə söz yazılıb. Əgər boşluq qoyub ikinci bir söz qeyd edərəmsə, mənə göstərəcək ki, burada ikinci bir söz qeyd etmisən. Qrammatikanın yoxlanmasıdır. Burada gördüyümüz kimi heç bir qrammatik səhv yoxdur. Bir dəqiqə görək. Qırmızı xətlərin gəlməsini yoxlamaq, göstərmək istəyirəm. Burada qırmızı xət gələndə mənə deyir ki, orfoqrafik, orfoepik qaydalara uyğun deyil. Məsələn, burada dünya yazılıb, ü ilə yazılmalı idi. Dil ingilis dilidir. Bura ingilis dili göstərir. Mən simvolları Azərbaycan dilində istifadə etmişəm. Bu qırmızılığı aradan qaldırmaq üçün həmin mətin hissəsi qeyd olunduqdan sonra gələcək bu pəncərəni görsün kitab işarəsi deyə bir əmr var. Üstünə bir dəfə klikləyəndə açacaq mənə Sleeping dialoq pəncərəsini. Ignore once mənə deyir, bunu bir dəfə qəbul et. Ignore all hamısını qəbul elə. Add isə öz lüğətinə əlavə et. Mənim yazdığım bu sözü səhv kimi qəbul etmə deyirəm. Mənə yazdığım bu sözün düzgün formalarına öz lüğətindən sözlər get. Dünya və belə bir yazıda olan söz. Məsələn, dünya yazmışam, mən dünya ilə əvəz etmək istəyirəm, change deyəcəksiniz. Change o bütün dünya hardakı dünya görsə dünya ilə əvəz edəcək. Change isə onu bir dəfə əvəz edəcək və açılan pəncərəni təsdiq edib siz qaydanı təsdiq edə bu sleeping grammar əmrini təsdiq edə bilərsiniz. Və sizə qırmızılıq varsa, əgər ki sənəddə həmin hissəni seçib aşağı hissədən daxil olub, burada Azərbaycan latın deməyiniz də kifayətdir ki, qırmızılığı sənəddən götürüb ləğv etmiş olsun. Görünüş rejimlərini danışmaq istəyirəm. İlk dərsdə qeyd etmişəm. Buradan da indi müəyyən bir məlumat vermək istəyirəm. 3 dənə görünüş rejimi var. Biz Violent tabında 5 dənəsini görəcəyik gələn dərslərimizdə. Amma ki, standart olaraq 3 dənədir, ikisini sonradan əlavə ediblər. Yəni, sual versələr ki, standart olaraq sənədin görünüş rejimi nədir? 3 dənədir. Birinci read modu oxunuş görünüş rejimidir. Sadəcə oxuya bilim deyə görünüş rejiminə gətirir. Print layout standart görünüş rejimidir. Buna həm də ki, çap zamanı ön baxış görünüş rejimi də deyilir. Web isə geniş görünüş rejimidir. Yəni, burada çoxu deyir, vərəqin ölçüsünü dəyişir, vərəqi enləndirir. Xeyr, sadəcə web səhifə görünüş rejimində göstərir. Standart isə print layoutdur. Və mən danışmaq istəyirəm işçi vərəqin miqyasını. Bütün Office proqramlarında miqyasının ölçüsü fərqlidir. Word-də isə ən kiçik 10-dur, ən böyüyü 500-dür, standartı isə 100-dür. Yəni, biz normal sənəd yaradırıqsa, bu görünüş rejimi 100-də olmalıdır. Və danışmaq istəyirəm tablardan. Bizdə Home, Insert, Design, Layout, Reference, Mailing, Review, View bu ikisidir. 7 dənə, bəzən isə bunun sayı 8-ə gəlib çıxa bilir bəzi versiyalarda. Bu sizi çaşdırmasın. Standart isə 7 dənədir. Home, Insert, Design, Layout, Reference, Mailing, Review, View. Bir dənə fail menüsü var. Menü ilə tablar bir-birindən fərqlənir. Tablarda hər hansı bir əmri icra edirik. Fail menüsündə isə yaratdığımız sənədin üzərində işlər görə bilirik. Məsələn, Home lent tabını hər zaman proqram açıldıqda aktiv halda ilkin pəncərədə görürəm. Insert lent tabı əlavə etdir. Sənədə hər hansı bir obyekt əlavə etmək istəyirəmsə, obyekt dediyim fiqurdur, cədvəldir, üzlük vərəqidir, diaqramdır, screenshot deyib ekran görüntüsünü çəkmək istəyirəmsə, insertə. Dizayn vərəqin dizayn haqqında məlumat verir, layout vərəqin ölçüsü, kənar boşluğu və s. haqqında bu lent tablarından məlumat alacağıq. Standart isə Home lent tabında açılır. Home lent tabı açıldıqda belə bir menü görürsünüzmü? Menünün üstündə əmrlər var. Ta ki, axıra qədər Home lent tabının menüsüdür. Insert lent tabının menüsünü görürəm. Menünün üzərində əmrlər var. Və bu əmrlər bir-birinə yaxın olan əməliyyatları icra edir. Və bir-birinə yaxın olan əməliyyatları icra edən əmrlər birləşərək əmrlər qrupunu yaradır. Məsələn, clipboard əmrlər qrupunun içərisində paste, cut, copy, format, painter əmrini görürəm. Bu əmrlər seçilmiş söz üzərində aktiv olan əmrlərdir. Birləşərək mübadilə buferini yaradır. Font əmrlər qrupunda şriftlər üzərində apara biləcəyim dəyişikliklər, ölçüsünü dəyişirəm, altından xətt çəkirəm, yəni formatlama
prosesini həyata keçirmək istəyirəmsə, fond əmrlər qrupuna baxacam. Bu əmrlər bir-birinə yaxın olan əməliyyatları icra etdiyinə görə birləşib fond əmrlər qrupunu yaradıb. Paraqraf onun kimi, paraqraf, abzaslar, sətirlər, sətir arası məsafələr arasında iş gördüyü üçün bu əmrlər birləşib paraqraf əmrlər qrupunu yaradıb. Styles onun kimi, mətnin stilləri üstündə iş gördüyü üçün styles əmrlər qrupunu, editing isə sənəd üzərində axtarışdır, əvəz etmədir, seçmədir, bu kimi redaktör işlərini həyata keçirdiyi üçün editing birləşib, editing əmrlər qrupunu yaradıb. Bu əmrlərin birləşib əmrlər qrupunun yaratmasının məqsədi bir-birinə yaxın olan əməliyyatlar icra etdiyinə görə qruplaşıb əmrlər qrupunu yaradıb. Yadımızda saxlayaq ki, hər bir əmrin qısa yolu, klaviatura qısa yolu və əmrin adı var. Eyni zamanda simvol var. Yəni biz bu məsələn burada tək B-ni görürüksə, başa düşməliyik, bilməliyik ki, seçilmiş mətni qalınlaşdırır, qalın formaya salır. Əmrin adı bolddur, klaviatura qısa yolu Ctrl B-dir. Əmrin qısa yolu varsa, mən bunu qısa yol vasitəsilə də əzbərləməliyəm. Belə, pəncərənin ilkin anlayışlarından da bura qədər.